Koroğlu kimdir ki bütün Azərbaycan onu tanıyır? Birinci bunu bilməlisən, hər bir kəs atasının gözünü kör eləməkdən Koroğlu ola bilməz. Koroğlulluk hər bir icidin gərək qanında ola. Və qısası, Koroğlunun öz adı Rovşən olubdur. Və onun atası Əli kişi ki, xanın təvəssütündən gözləri kör olandan sonra öz oğlu Rovşəni və iki əfsanəli dayçasını götürüb dağları, daşları aşıb və Çənli belə çatandan sonra Qoşabılaqda istihmam edib. Və orada qayadan güclü bir qılınc tələb edib. Və qayamına güclü bir qılınc verəndən sonra o qılıncı öz oğlu Rovşənə verib və istəyib ki, zülümkar xanların yaşayışına son versin. Və Əli kişi öz dünyasını dəyişib. Koroğlu onu Qoşabılaqda bastırandan sonra öz iki əfsanəli atınla qırat-duratdan mübarizəyə başlayıb və çoxlu ellər buna qoşulmaqdan bütöv zalimkar xanları yerdən göydən məhv edib. Və onun atasını kör eləyən xan Həsən xanı gətirib axıra bağlayıb. Bu rivayət bizə deyir ki, zülümkarın sonu nədir? Zəngi Koroğlu çalası, Zəngi Koroğlu çalası düşürdü.